قالوا ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا على القوم الكافرين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبه نستعين وهو المعين. الحمد لله. السلام على رسول الله وعلى آله آل الله. Allahın salamı olsun pak, müqəddəs, Əhl-i Beyt əleyhimussalama və əziz, dəyərli izləyicilərimizə inşallah və xüsusilə Rahib müəllimə və bizim az yaşlı qarimiz Məhəmməd Balıya Allahın salamı olsun inşallah. Rahib müəllim, yenə də qısa da olsa, az da olsa bir tövsiyələrdən və əzizlərimizdən salamlaşın, keçid eləyək qarimizə. Allah, selamun aleyküm və rahmetullah. Xoş gördük hər birinizə. Allah inşallah Quranı xidmət eləməkdə, Quranla yaşamaqda bizi müvəffəq, müəyyəd qərar versin. Amin. Hadisən istəyərdim elə bir dənə Quranda ayə var, ondan söhbətimizi başlayaq. Quran-ı Kərim özü barəsində buyurur: Allahu nəzzələ əhsənəl hədisi kitabən. Quran-ı Kərim, üzr istəyirəm, Allah sözlərin ən gözəlini kitab şəklində Quran olaraq bizim üçün nazil edib. Yəni bundan gözəl bir nemət yoxdur ki, nə onda bir əyrilik var, nə bir səhv söz var, insanı səhv yola yönəldən bir söz var. Əksinə, İnnə hədəl Qur'anə yəhdi lilləti hiyə əqvam, yolların ən doğrusuna, ən qüvvəlisinə bizi hidayət edir. Bu qədər az inşallah. Allah bizi hidayət olunmuş bəndələrindən qərar versin inşallah. Quran-ı Kərimi oxuyub ona əməl edənlərdən də qərar versin inşallah. Maraqlıdır, əhsən gətirir kəlmədə, sözlərin ən əhsəni. Surələrdə də, qissələrin də ən əhsəni Həzrəti Yusufun əhvalatıdır. Həqiqətən o əhvalatın da içində çox ibrətamiz məsələlər var. Hər sahədə, yəni həqiqətən Quranla insan ünsiyyət tapsa ki, verilişimizin mövzusu adı da elə Quranla üns verilişidir. Həqiqətən insan Quranı oxusa, mütaliə eləsə, o incəliklərə varsa, insanın ruhuna, necə deyirlər, təfəkkürünə böyük təsirləri var. Yaşam tərzini dəyişə biləcək bir kitabdır. Yəni bir kitab ki, insana dünyanı unutdura biləcək, övladı unutdura biləcək, ailəni unutdura biləcək bir zövq, şövq yarada bilir, şəhadət əzmi yarada bilən bir kitabdır. Həqiqətən, deməli, Allaha bağlaya biləcək bir kitab da budur. O ayənin lüğəti tərcüməsi məni tutdu. İlk dediyiz ayənin, bir də təkrar deyəsiz onu, yaddaşlarda. Bismillahirrahmanirrahim. Allahu nəzzələ əhsənəl hədisi kitabən. Mənası? Allah sizə sözlərin, hədislərin ən yaxşısı olan Quran-ı Kərim nazil etdi. Allah bizləri müvəffəq eləsin. Əslində, bizim bugünkü qonağımız yenə də Məhəmməd Baladır. Keçən dəfəki verilişimizdə o əziz balanın qiraətindən istifadə olunmuşdu. Həqiqətən çox saylı insanlar bu verilişi paylaşım eləmişdilər və şəxsən mənim özümə çox insanlar yazıblar uşağın barəsində ki, elə bizim də qərarımızla üst-üstə düşmüşdü. Çünki keçən verilişdə dedi bir Təhrim surəsini deyəsən demişdin, hə Məhəmməd? Duxan demişdim. Duxan, bəli. Amma onun üstündə işləmək lazımdır. Hədidin arxasını oxuyacaq inşallah. Hədidin arxasını, bəli, Hədid surəsini inşallah. Ki, özü də istəmişdi bir verilişdə çəkilsin. Bu, şükür olsun aləmlərin Rəbbinə, izləyicilərin də istəyi ilə üst-üstə düşübdür, deyir. Niyyətin hara? Mənzilin ora inşallah. Hədid surəsi, ya Allah. Ayə 8-ci ayədən 11-ci ayə qədər. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.
هو الذي ينزل على عبده آيات بينات الله. هو الذي ينزل على عبده آيات بينات ليخرجكم من الظلمات إلى النور. أحسنتم، ما شاء الله ما شاء الله. وإن الله بكم لرؤوف رحيم. Ama orada Allah kelimesindeki hı'nı boğaza salma. Hı değil. Yaxşı məsələn. Bir de وَإِنَّ اللَّهَ بِكُمْ لَرَؤُوفٌ رَحِيمٌ. Ahsentum. Maşallah, güzel. وَمَا لَكُمْ أَلَّا تُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ. Ahsentum. Ahsentum. وما لكم ألا تنفقوا في سبيل الله ولله ميراث السماوات والأرض. Ahsentum. Maşallah. Çok güzel bir tahrirleri var. Maşallah. Maşallah. لا يستوي منكم من أنفق من قبل الفتح وقاتل. Allah Allah. قاتل. ما شاء الله. أولئك أعظم درجة من الذين أنفقوا من بعد وقاتلوا. أحسنتم. أحسنتم. ما شاء الله. أولئك أعظم درجة من الذين أنفقوا من بعد وقاتلوا وكلا وعد الله الحسنى. Buna bir de oku. Nefes almak hayır yoktur ama güzel tabir. أولئك أعظم درجة من الذين أنفقوا من بعد وقاتلوا وكلا وعد الله الحسنى. وقاتلوا بقدر خسر وكلا وعد الله الحسنى. Böyle bir güzellik yaradı orada. Zil oku oranı. Ben gelmem. Ya Allah. أولئك أعظم درجة من الذين أنفقوا من بعد وقاتلوا وكلا وعد الله الحسنى. أحسنت. أحسنت. ما شاء الله فيك. والله بما تعملون خبير. ما شاء الله. ما شاء الله. من ذا
الذي يقرض الله قرضا حسنا فيضاعفه له وله أجر كريم. أحسن ما شاء الله. وكلا وعد الله الحسنى والله بما تعملون خبير. أحسنت. من ذا الذي يقرض الله قرضا حسنا فيضاعفه له وله أجر كريم. أحسنت. صدق الله العلي العظيم. Ahsantun. Bu təqlid kimdəndir? Sizin təqlidinizdir. Bir dənə harda yadıma düşdü bu hissə, o axırıncı yuqridullaha qardan həsənə, o keçidlərdə, o üslubda yadıma düşdü ki, bu tilavət hardasa oxumuşam. Mən elə bilirdim sən Rahib müəllimlə elədiyin təqlid oxuyacaqsan bu gün. Yox, kesinlikle Rə'd surəsinin ardıdır. Rə'd oxumuşdu kesinlikle. Əlinin arxasında. Allah səni salamat eləsin. Amin. İnşallah. Mən indi bir şey qeyd eləmək istəyirəm Rahib müəllim. Bu uşaqlar bu günləri bunların çox həvəsli dövrləridir. Yəni Qurani Kərimə olan axıcılıq, gəlicilik dövrləridir. Təbiidir ki, bu tilavətlərdə yetərincə problemlər var. Elə bizim məqsədimiz də bu səsli, bu istedadlı uşaqları tapmaq və bunların üzərində işləməkdir. Hansı ki, bunların istedadları var. Yəni bu uşaqda olan bu istedad gələcəyin Quran qarisindən xəbər verir. Yəni bu boğazlar, bu təhrirlər həqiqi mənası, sözün əsl mənasında çox gözəl və iti təhrirləri var. Deyərdim ki, inşallah gələcəyin Mustafası, Mustafa İsmail ola biləcək bir səs itiliyinə malik bir baladır. Allah salamat eləsin səni. İnşallah yaxın gələcəkdə səni bir də biz dəvət eləyəcəyik bu verilişə, amma o dəfəki tilavətində mən ümid eləyirəm ki, o türklər arada bir sözlər şaşırdım deyirlər. Yəni insanlar gərək heyrətdə qalsın o formada. İnşallah səndən bir də bu efirdə görüşərik. Əziz izləyicilərimiz də biraz həsrətlə gözləsinlər səni. İnşallah. Allah səni var eləsin. Amin. Yəni Allah əziz eləsin. Rahib müəllim, çox sağ olun sizdə. Allah bizləri Qurani Kərimi oxuyub ona əməl eləyənlərdən qərar versin. Əziz izləyicilər, inşallah bu verilişə baxanlar, bu verilişi izləyənlər, yəni çox zəif də deyil, müraciətlər çox olur sözün əsl mənasında. Çox insanlar yazır, efirə gəlmək istəyənlər çoxdur. Amma bizim məqsədimiz efirdə elə çıxıb efirə oxumaq deyil. Yəni ən azından onlarda mən bir neçəsini yoxlamışam. Heç olmasa bu Məhəmməd bala qədər istedadı olan uşaqlar istəyərik ki, yoxlayaq və onları cəmiyyət içərisinə çıxardaq və onları tanıyaq, məşğul olaq. Kimin ətrafında, yaxınında bilən var, oxuya bilən var, inşallah bizə yazsınlar və əlaqə quraq. Bu verilişlərdə istifadə eləsinlər, o istedadlı uşaqlarımız batmasınlar. Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. قالوا ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا